Herkese selam dostlar. Yepyeni bir video ile karşınızdayım. Bu videoda sizlerle birlikte burada da gördüğünüz kimi Brawl Stars'ta herkese özel Supercell 6 tane melek, 5 tane kaos kutusu ve Digi Poco bir de karakterin adı neydi? Phoenix karakterini ücretsiz olarak verdi ve benim de elimdeyip burada başladım, yani ana ekranda melek kutusu olarak başladık ve videomuza geçmeden de bu videonun devamı için kanalıma abone olmak ve bu videoya like atmayı unutmayın. Ve indi ise ikinci melek kutumuzda başlayaq. Bu videoda 30 melek, 25 tane de kaos kutusu atacaq sizlerle birlikte ve ikinci melek kutumuzdan başlayırıq uşaqlar ve ilkindən bir şey çıxmadı. Bu da gec getdi ama bir şey çıxmadı. Ne değil Lord. Bu video yani açılım videosudur. Sona kadar izlemeyi unutmayın. Həqiqətən maraqlı video olacaq. Çox yaxşı şeyler çıxardacağıq. Məncə kaos kutusu çox şanslı bir kutudur və qutardı və indi də Phoenix aldı uşaqlar. Oradan çıxdı. Phoenix. Bir de oyuna nasıl olubdu? 13 karakter var yani oyunda. Burada onun nədir bilirsinizsə onu yorumlara yazarsınız. Bir də nə deyəm, bura baxın, oyunda 13 karakter var. 3 gizemini görüp mən də elə oldum. Orada biri oldu məndə və buradan Bir elmas, sonra Xpinal, sonra gəldi kaos. bilirəm. Nədə sənə də mən öyrətmişəm. İndi isə 5 dənə kaos kutusunu açırıq uşaqlar. Bilməyənlər üçün deyim, orada bir elmas sizə kaos kutusu qazandıra bilər, yəni 5 dənə. İndi isə ilk kaos kutumuzdan başlayaq və destansı gizemli. Haydi efsanevi. Efsanevi. Ultra efsanevi. Haydi. Getdi də. Və efsanevi yaz uşaqlar, amma yıldız yüzü çıxdı. Dediyim kimi çox maraqlı video olacaq. Bu kaos kutuları həqiqətən çox maraqlı bir kutulardır. Nə çıxdı? Onun videomu 3 dəfə gizemli yazdı. İndi Süper Ender destansı yaz. Aman Süper Ender'də qaldı. Süper Ender bildiyiniz kimi çox yazır. Yəni mən də bilmirəm nədir. Yenə Süper Ender'də qaldı uşaqlar. Elə bilim nəsə gəlir, biraz dondu. Süper Ender 2 və yenə Süper Ender'də qaldı uşaqlar. Bir də uşaqlar sizə bu hədiyyələrdən nə çıxıb onu da yorumlarda yazmayı unutmayın. Burada da 50 müzəffər var. Onu da almağa ehtiyacı yoxdur. Neyse dostlar, keçək bir digər hesabımıza. Dostlar gördüyünüz kimi bir digər hesabımız açıldı. Burada mən Phoenix karakterini almışam çünki lazım idi. Bir de buradan yani bunları da bilirsiniz, XP puanı falan, onları almağa ehtiyac yoxdur. Videomuz çox uzun olmasın və bu səfər ilk öncə kaos kutusundan başlayacağım. Digi Poco'da həqiqətən Mən çox sənə deyim, bu videoda ultra efsanevi yazaqsı. Məncə də yaza bilər. 8 dənə oldu. Mesela karakter çıxdı. Çıxmadı. Çıxdı. Az. Süper Ender destansı və destansda da qaldı. 200 altın verdi. Destansı ve destansı da ile kaldı. Bir şey çıkmadı. Bundan bir yana nəsə verir. Heç bir şey çıxmır hələ ki uşaqlar, amma mən ümidliyəm, yəni bunlardan bir dənə ultra efsanevi yazdıra bilərik. Oha! Haydi! Və 4-də qaldı. Yenə də 4-də həqiqətən yaxşıdır. Bu hesab çox bəxtli hesabdır. Və Mortis! Ay, pis qarsın. Ah, elə bildim Mortis özü çıxdı. Ayda Mortis'in özü çıxdı, elə bildim. Bir de bizim hələ burada nə qədər, buna niyə tıkladım? Hələ bizim burada nə qədər hədiyyələrimiz var. Bir dənə oyunda nəsə kasma var burada. Digi Poco'nu da almağa ehtiyac. Digi Poco'nu da alaq. Çox zor olsun deyə. Həqiqətən məndə bunun əsas hesabında göyü var. Bildiyiniz kimi göy ən yaxşısıdır məncə. Mən baş hesabımda hamısı buradan var. da 6 melek kutumuzu açaq. Meleklərdən nəsə şanssız gedirik. Meleklərdən nəsə çıxmır, amma həqiqətən kaos kutularından çox şanslı gedirik. Buradan da bir şey çıxmadı uşaqlar. Gəlmədi. Sevindi. Gəldi. Biraz gecə deyir. Adam elə bilir ki, Da üçüncü gəldi. deyir. Yenə gəlmədi uşaqlar və o qəşəng bir dənə oyuncu simgəsi. Əlimi çaş bura tıklayıram. Bu XP-ləri də falan alaq qalmasın burada. Bunlar da ayda yenə ora tıklayıram. Aha. Neyse dostlar, bir dəqiqə keçək digər hesabımıza. Gördüğünüz kimi dostlar, 3-cü hesabımız da açıldı. Ana hesabımda deneyim olarak mən onu açmışdım.
Yəni soruşmayın ki, niyə ana hesabı almadın. Burada da bizi gözləyən bayağı bir hədiyyələrimiz var. Ayda nəyə edelim? Hə, Melekdən heç nə olmaz. Meleki açırıq indi. Nəsə gəlir uşaqlar. Melek kutusundan bu video həqiqətən maraqlı olacaq və gəlirmi, nə gəlir? Erti yox, 8 bitin. Vermiş 8 bit çıxdı. Həqiqətən də. Yenə dedim çıxdı. Gəldi. Uşaqlar gəldi. Haydi. Nə çıxdı bu videoda? 3 dənə. Yox, 2 dənə. Melekcin. Həqiqətən 2 dənə şey çıxartdıq. Melek kostümləri, melek. Bu hesab da şanslıdır. Hesab da şanslı. Və artıq daha heç nəyi gözləməyəkdəyəm. Bir elmas aldı. Burada da indi Phoenix alacağım. Phoenix alım yoxsa kaos ataq. Bir elmas alaq, kaos ataq, sonra axırda lazımsızlara. Əslində karakter lazımsız deyil. Bir elmas və indi isə kaosumuz gəldi uşaqlar. Bir də uşaqlar bu videoya əgər 5 like gəlsə kutu açılımının davamını çəkəcəyik və Yusuf. Oha. Destansı olsa ayda heç nə olmaz, amma 8 dənə oldu. Bir şey gələrmi? Gəlmədi. destansı güzəmi Olmadı güzəmli. Amma yenə də destansı da yaxşıdır. Kol çıxdı mı? Yenə kostümü, ancaq kostüm çıxır yəqin ki bu hesab kutulardan. Dəqiq karakter çıxa bilir ki bu kutulardan. Aha, mən çıxıbdı. Lərbələ. 150 və Cinni də bu videoda Cinni kostümü də aldıq karakteri. Vermədik, verdi ala. Aha, verdi. Yeni bir destansı açırıq bu videoda. Bayağı bir şeyler aldıq. Cizem Süper Ender'mə Cizemli ala. Qalıbdı hələ. Yəni var deyəsən ya da sondu. O da qutardı. Boyut. Və qutardı. Aha, qutardı. Ücə buradan Digi Poco'muzu və Poco'muzu da alırıq. Poco'nun birinci özünü verir. Poco olmayan hesablara. Bu mənim bot hesabımda, ona görə burada Poco yoxdur. İndi isə Poco'nun öz kostümünü verdi və hara getdi bu? Phoenix'siz adamlara nə ehtiyac var? Bir də Phoenix'i alacağım buradan. Qalanları da qalsın. Videomuz çox uzun olmasın deyə. Amma elə də çox uzun olmur videomuz. Buradan XP-ləri də falan ala bilərik. Ayda bu əlim başqa yerə deyirəm. Hani indi buradan bunu da aldıq uşaqlar. İndi isə keçək digər hesabımıza. Dostlar gördüğünüz kimi 4-cü hesabımız da açıldı. Burada bizə bir dənə ücretsiz star hediyesi verir və bu videoda da bayağı bir hesaplarımızı düzləndirdik. İndi isə buradan gələk. Bu lazımsız şeyləri alım bir dənə bu rozeti. Aldıq rozeti. Buradan bunu da alırım. Axıra yaxşılarını saxlayacağım. Totem eləyirəm də indi gör. Bura axırlara bir dənə buradan kaosu da alaq. Və kaos da gəldi məncə. Aha, gəldi kaos kutumuzda. Buradan Phoenix al. Buranın bir dənə şəklini götürəcəm. Və bəli dostlar, ilk öncə bu səfər totem eləyəcəm. İlk öncə karakterimizi və kostümümüzü alacağım. Birinci Phoenix'i alıram və videomuz artıq çox uzanmağa doğru gedir və bundan sonra sonuncu hesabımıza keçəcək və Meleki açdım. Heç nə olmaz. Gəldi. Nəsə gəlirmi? Gec getdi, amma gəlmədi. Yenə də bir şey çıxmadı. Gəlirmi? Gəlmədi. Bu səfər bir şey gəlsin. Basdıqmı? Yenə də bir şey gəlmədi uşaqlar və yenə əlim bura dəyir mənim. İndi isə kaos kutumuzu alacağıq. Axırda da Poco kostümünü və buradan Süper Ender yazılır. Ya bu hesabda ya da o bir hesabda ultra efsanevi gələcək. Aha. Məncə ultra efsanevi bu videoda olmayacaq. Mənim ana hesabıma dünənlərim ultra efsanevi çıxdı. Uşaqlar. Efsanevi.
Ultra uşaqlar. Mən sən demişim də. Ultra. Özdə 8 dənə ultra uşaqlar. Mən sən demişdim. Bastım və hadi. Mən sən demişdim. O bu bir tane zorda. O Daha da qədər də cüzdən yox da. O bu mortisa da çıxdı. Oha. Nə gəldi? Oy, 149 taşlıq muhafız Rikonu çıxart uşaqlar. Bu videoda həqiqətən kaos kutuları neyir belə, neyir uşaqlar və Mən sənə demişdim. İndisi burada Mr. P çıxdı. Oha! Mr. P çıxdı uşaqlar. Oha! Çıxdı uşaqlar. Ali çıxdı, Ali. Bütün cüzemlər çıxdı. Oha! Uşaqlar bu videoda 4 dənə gizemli karakter Partlayış. çıxdı. Oha! Gizemli. Oha! Oha! Yenə koşum çıxdı uşaqlar. Bu videonu sona qədər izləməyi unutmayın. Həqiqətən bəlkə də ən maraqlı videomuz ola bilər və buradan da dışı pakomuzu aldıq. Mən sənə dedim də, mən sənə dedim ki, ultra. Və neysə dostlar, buradan da bu karakterimizi də aldıq. İndi isə keçək son hesabımıza. Neysə dostlar, gördüyünüz kimi son hesabımız açıldı. Bir yaxlar nə oldu və bu hesabımıza şanslı gün gəlib. Sonuncu hesabımıza şanslı gün gəlib. Amma onu boş verəcəm yəni, çünki bizim burada bayağı bir hədiyyələrimiz var. Oha! Ultra yazdı. Mən oynaya bildim ultra efsane. Burada bir dəqiqə nələr var. Aha, birinci bunlara 2000 mücəffər verir. Valla. Bu hesaba verir. Deyəm bir dəqiqə. Bir 200 elmas. bəlkə. Phoenix'i aldım buradan. Hara gəldi baxıram. Uca da inanmıram. Oha da. 3 dənə, 8 dənəli ultra efsanevi bilirsiniz də nədir ki? Hər şey verir. 4 dənə gizemli Özüm karakter. gördüm. 8'lik gizemli Və yazdı. indi yenə kaos kutumuz. Kaoslar nə edir bu gün? Oha, kaoslar büyümə. Həqiqətən coşublar. Amma da bax. Ultra yazdı. Mən zannettim. Özdə 8 dənəli ultra. Yəni yazsa deyərəm, 8 nə də? Oh, 4 dənəli və buradan da bir şey çıxmayacaq zənnimizə və çıxmadı. Süper Ender və buradan da bir şey gözləmək üzrə çox olar. Həqiqətən Supercell-ə təşəkkürlərimi bildirirəm. Bayağı bizə şey verdi. Burada hələ bizim 6 dənə melek sar hediyemiz var burada. Buradan XP-ni də alım artıq. 6 melek kutumu da açıp yavaştan da videonu sonlandıracağım uşaqlar və sona saxladım 6 melek kutumuzu. Bu videoda həqiqətən bayağı bir melek kostümlər və bayağı bir karakter çıxartdıq. 4 dənə gizemli karakter nədir bilirsiniz uşaqlar? Həm də bir kutudan 3 dənə karakter və 3 dənə də bilmirəm 4 dənədir mi 3 dənədir mi çıxdı. Bir konumda əla. Mən dedim da kutu. Gələn dəfə mega kutu verə verim, mega. Ay falan her şey çıxdı bilmirəm və hər şeyimiz qutardı və nəysə dostlar bir videonun da sonuna gəlirik. Bu cür videoların davamı üçün kanalıma abunə olmağı və bu videoya like atmağı unutmayın. Hələlik dostlar, gələn videolarda görüşənədək.